Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə sertifikasiya dərs qruplarımız üçün yazdığımız sınaqlardan birinin izahını paylaşmaq istəyirəm. Bir neçə sualın gəlin izahına baxaq burada. Birinci sualımız belədir ki, A bərabərdir 13 minus kök altında 5, B də bərabərdir 13 plus kök altında 5 olduğuna görə A kvadratı minus B kvadratının üstə 52 kök altında deyir 5 əlavə edin və cavabı qiyməti neçədir? Baxın, bu kvadratlar fərqidir. Bu elə çətin bir sual deyil. A minus B plus B kimi yazdınız. 52 kök altında 5 yazırsınız. A'nın yerinə yazacaqsınız 13 minus kökdə 5. B'nin də yerinə yazacaqsınız 13 plus kökdə 5. Amma işarə dəyişimi olacaq. Təzədən yenə də A'nın yerinə 13 minus kökdə 5. Üstə gəl 13 plus kökdə 5 olur. Və plus 52 kökdə 5. Gəlin sadələşdirək. Deməli, sadələşdirsək 13-lər islah gedəcək. Mənfi 2 kökdə 5 qalır. Kök altda 5-lər islah gedəcək. Burada isə qalır 26. Üstə gəl 52 kökdə 5. Və görürsünüz ki, burada da 26-nı 2-yə vuranda 52 elədiyindən deməli, bunlar islah gedir. Yerdə cavab nə qalır? 0. Birinci sualımızın doğru cavabı oldu A bəndi. Keçək ikinci suala baxaq. İkinci sualda isə deyir ki, 3 üstü 2x plus 1 tənliyi verib, bərabərdir 27. Olarsa, bizdən nəyi soruşur? Bizdən 27 üstü mənfi 2x bölünsün iç ifadəsinin qiymətini istəyir. Gəlin, soldakı tənlikdən x-i tapaq. 2x plus 1 bərabərdir 27 üçün kubudur. 2x plus 1 bərabərdir 2-yə. X 3-ə daha doğrusu. X da bərabərdir 1-ə olacaq. X-i 1 tapdıqdan sonra aparaq digər tərəfdə 1 yazaq yerinə. Mənfi 3-də 2. Bəs 27 üstü mənfi 3-də 2 nədir? 3-ün kubu üstü mənfi 3-də 2. 3-lər gedir. 2 üstü mənfi 2. Bu da eləyəcək 4-də 1. Cavabımız olacaq 4-də 1. Bir dəqiqə. 3 üstü mənfi 2 qaldı. Bağışlayın, burada yox. Burada 3 yazmadıq. Bunu 3 eləyək. 3 üstü mənfi 2. Bu da nə verəcək? 9-da 1. Belə, bu da oldu doğru cavab B variantı. Növbəti sual həqiqi ədədlər bölməsinə aiddir, modul. Nə deyir burada? Deyir ki, 3-cü sualda A-mız 0-dan böyükdür, B-miz də 0-dan böyükdür, lakin A B-dən kiçikdir. İndi deyir 3B minus A ifadəsi, üstə gəl 3A minus B ifadəsi. Yaxşı, gəlin baxaq görək bunlardan hansı daha böyükdür? Baxın, A-nın özü B-dən kiçikdir. A özü B-dən kiçik ədəddir. İndi təsəvvür edin, B böyükdür. Bunu 3-ə vurmuşsunuz, biraz da böyük B artıq. 3B-dən A-nı çıxanda təbii ki, müsbət alınacaq. İndi A-nın özü kiçikdir B-dən. İndi təsəvvür edin ki, 3A ifadəsi. B bundan böyükdür özü. Amma 3A ifadəsi, 3A ifadəsinin qiyməti də həqiqətən də B-dən böyük olacaq. O zaman bu da müsbətdir. Onda mötərəzənin modulları mənfi müsbətə görə açsaq, 3A minus B. Baxın, çünki bunlar müsbət ədədlərdir və müsbət ədədlərin hamısı üçün bu şərtdə bu müsbət olacaq. Deməli, burada da 3A, 2B plus 2A deyə cavab alınır. 2-ni də çıxartsaq, B plus A qalır. Doğru cavabımız 2B plus A, burada B variantında doğru cavab var. Sonra 4-cü suala baxaq. 4-cü sualda deyir ki, 2 ardıcıl cüt natural ədədin kvadratları fərqi 92 olarsa. Bax, təsəvvür edin ki, 2 ardıcıl ədədli kvadratları fərqi 92-dir. Amma ardıcıl cüt ədədlərdir. Biri n-dirsə, biri n plus 2-dir. Deməli, böyükdən n plus 2-nin kvadratından n kvadratdan çıxsaq 92 eləyir. Sadələşdirək, n kvadratı plus 4, n plus 4 minus n kvadratı bərabər 92. N kvadratları getdi, 4n bərabərdir. 92-dən 4 çıxdı, 88, n 22 oldu. N-in yerinə 22 yazsaq, biri 22, digəri də 24-dür. Bu ədədlərin cəmi isə 46-dır. Doğru cavab Y variantı. Sonra keçək 5-ci suala baxaq. 5-ci sualda deməli verib ki bizə x tam ədəd olarsa, x daxildir z-ə,
3x minus 2, x plus 1. Biz həmişə dərslərdə də deyirdik ki, necə eləməliyik bunu? Deməli, məxrəc x plus 1-dir. Burada da 3x ilə başlanğıcı başlayır. Siz məxrəcin 3 mislini birinci surətdə yazın hər zaman. Məxrəcin 3 mislini surətdə yazsanız nə olar? Məxrəcin 3 misli olar 3x topla 3. Bəs indi necə eləyə bilərik ki, orada mənfi 2 yaransın? Bunu etmək üçün, deməli, bundan hansı ki, mən 5 çıxsam, mənfi 2 yaranır. O zaman ayrı-ayrı kəsr xəttlərində yazın. X plus 1 çıxılsın 5 bölünsün x plus 1. Buradan da cavab alacağım. 3'ü çıxardan 3 çıxılsın 5 bölünsün x plus 1. X-lara tam ədədə çevirən x-ların cəmini tapın. Deməli, 5-in məxrəcini tam ədədə çevirə biləcək qiymətlər müsbət 1, mənfi 1, müsbət 5, mənfi 5-dir. Yəni, x plus 1, 1 ola bilər, x plus 1, mənfi 1 ola bilər. X plus 1, 1 olsa x-ımız 0, x-ımız mənfi 2-dir. X plus 1-imiz 5 ola bilər, x plus 1-imiz mənfi 5 ola bilər. Bunda cavabı x eləyəcək 4, x eləyəcək mənfi 6. Deməli, neçə qiymətdə düz gəlir? 4, 0, mənfi 2, 4, mənfi 6. Onda bizdən nəyi soruşur burada bir baxaq? X-ların cəmini soruşur bizdən. Deməli, x-ların cəmi olacaq 0 üstə gəl, mənfi 2, üstə gəl 4, üstə gəl mənfi 6. Bu da verir mənfi 8, müsbət 4, mənfi 4. Doğru cavab eləyəcək B variantı 5-dir. Çünki bizdən soruşur ki, x tamdır və tam qiyməti, ifadənin qiymətinin də tam olmağını istəyir. İfadənin qiymətinin də əgər tam olmağını istəyirsə, deməli, B variantı mənfi 4 olmalıdır doğru cavab. Yaxşı, davam edək növbəti suala. Növbəti sual 6-cı suala baxırıq. Kubun yan səthinin sahəsi deyir nə qədərdir? Yan səth 48 kvadrat santimetr. Yəni elə belə yazaq, S yan səthi bərabərdir 48 kvadrat santimetr. Onun həcmini tapın. Onun həcmi V bərabərdir sual. Kubun yan səthinin sahəsi bilirik ki 4A kvadratıdır. 4A kvadratı 48-dirsə A kvadrat eləyəcək. 48-i 4-ə bölsək 12. A da bərabər olacaq 2 kök altı 3-ə. Kubun həcmi isə tilinin nəyinə bərabərdir? Kubuna. A kubuna. Yəni 2 kökdə 3-ün kubu. Nə qədər eləyir? Deməli 8 kök altı 27. Bu da eləyəcək 8 vur 3 kökdə 3. Yəni cavab 24 kökdə 3 olar. Doğru cavab olacaq C variantı. Sonra 7-ci suala baxırıq. Deməli 7-ci sualda isə verib ki LC tangens 33, LC tangens 57. 10-cu dərəcə 10-cu əsasdan verib loqaritma 10 əsasdan tangens 33 tangens 57. Lakin burada fikir versəniz loqaritmalarda toplama var. Deməli biz bunu vurma ilə əvəz edə bilərik. Yəni tangens 33-ü vura bilərik tangens 57-yə. Vuranda da necə olacaq? LC tangens 33-ü 57-yə vuranda verəcək bizə 1. Niyə 1? Çünki tangens 57. Tangensi yaza bilərsiniz siz necə? Tangens 90 çıxılsın 33. Hansı ki bu kotangens 33-ə bərabər olur. Tangens 33-ü də kotangens 33-ə vuranda 1 eləyir. Loqaritma 10 əsasdan birimizdə nəyə bərabərdir? Təbii ki 0-a. Harada var 0? B variantında doğru cavab var. Baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, x kvadratı minus 7x üstə gəl 2a üstə gəl 5-in kökləri qarşılıqlı tərs ədədlər olur. Baxın, kökləri qarşılıqlı tərs ədəd olmağı, onların kökləri hasilinin 1 olmağı deməkdir. Yəni, bu 2a plus 5 1-ə bərabər olacaq. 1-ə bərabər olsa, o zaman nə yazmalıyıq? Daha doğrusu 1. 2a bərabərdir mənfi 4, a da bərabərdir mənfi 2. Hansı variantda var? A variantında doğru cavab var. 9-cu suala baxırıq. 9-da deməli yazıb ki, 1, 2, 3, 4, 5 ədədlərinin köməyi ilə
200-dən böyük olacaq bir ədəd düzəltməliyik və 3 rəqəmli rəqəmləri də müxtəlif olsun. Müxtəlif 3 rəqəmli ədəd rəqəmləri fərqli olsun bir-birindən. 3 rəqəmli 3 dənə xətti çəkdik. Baxın 200-dən böyük deyirsə, siz bura 2 də yazarsınız, 3 də yazarsınız, 4 də yazarsınız, 5 də yazarsınız. Yəni 4 dənə rəqəmdən birindən istifadə edə bilərsiniz. Artıq sizin əlinizdə 5 şans var. Onun 4-ünü istifadə elədiniz, birini istifadə elədiniz. Onda yenə də qaldı 4-ü. İkinciyə artıq bu rəqəmə 3 dənə şansımız qalacaq. Çünki birini də istifadə etsək, onda neçə şans eləyir ümumilikdə? 48. Çünki rəqəmləri fərqlidir. Hər dəfə sayın azaltmalıyıq sırayla. Və öndə də 200-dən böyük deyir. Onsuz siz buradan 2 ilə başlayan hansı ədəd düzəldirsiniz, düzəldin bu ədədlərlə. Qalanları 200-dən böyük olacaq. Ona görə neçə dənədir belə ədədlərin sayı? 48 dənə. Və bu video üçün sonuncu 10-cu sualımıza baxırıq. Videonun davamı növbəti. Deməli, bu sualda A plus 6, A plus 9 həndəs silsilənin ardıcıl hədləridir. Həndəs silsilə də bilirik ki, hər hansı bir hədd ondan eyni uzaqlıqda duran hədlərin həndəsi ortasıdır. Yəni, bu ortada duran həddin kvadratı digər iki həddin hasili olacaq. O zaman A kvadratı plus 12A plus 36 bərabərdir A kvadratı min plus 9-a. Sadələşdirsək, bunlar gedəcək. 3A bərabər mənfi 36, A da bərabər olacaq mənfi 12-yə. Deməli, doğru yanıt A, B variantı. Bu video üçün bu sonuncu sualdır dedi. Növbəti videoda sualların ardından izahını paylaşacağım. Amma videonun sonunda o nəzərinizə çatdırmaq istəyirəm ki, sertifikasiya qruplarında hələ dərslərimiz davam edir və aprel ayından etibarən yeni sıfırdan sertifikasiya qrupumuz başlayacaq ki, hansı ki test toplusu materialı ilə başlayıb, hissə isə digər kitablara keçid olunacaq. Dərslərə qoşulmaq istəyənlər, dərslər haqqında əlavə məlumat almaq istəyənlər ekranda görülən nömrə ilə əlaqə saxlaya bilər. Həm MİQ, həm sertifikasiya qruplarında dərslərimiz davam edir. İzlədiyiniz üçün sağ olun. Bu şəkildə test izahları videosunun gəlməsini istəyirsinizsə, rəy bölməsində yazıb bildirə bilərsiniz. Sağ olun.